Narınc xanım, şükür Allaha. Gəldiniz, çıxdınız. Xoş gəldiniz. Bilirəm ki, bir xeyli də yaxşı xəbərlər var. Bunları da zaman-zaman izləyicilərimizlə bölüşərik. Amma indi sizi bura dəvət edəcəm. Çünki sizin üçün bir müraciət var. Və bu müraciət heç də sıradan müraciət deyil. Düşünürəm ki, bir çox ailələrdə çox təəssüf ki, bu hallar yaşanır. Bəzən körpə uşaqların taliyi çox acınacaqlı olur. Bizim Amin kimi. Amini zəhmət olmasa bura dəvət edin dostlar. Mən istəyirəm Aminlə. Nənəsi buradadırmı görəsən? Hə, nənəsi gəl. Gəl, xoş gəlmisən. Uşağı biz gətirərik, sən gəl. Ərköyün böyütmüsən, bax. Biraz da günah səndədir. Uşaq deyirsən oradan bura gələ bilməyəcək. Burada isə tamam fərqli durumdur. O uşaqların taliyi ilə demək olar eynidir. Sadəcə yer dəyişmə var. Burada ana rəhmətə gedibdir. Salam, necəsən? 32 yaşında anası dünyasını dəyişibdir. Ölənlərinizə rəhmət və əksi nədir? Burada ata həbsdədir. Ona görə də uşağa nənə baxır. Nənə baba baxır. Siz baxırsınız. Bəli, bəli. Allah bundan sonra bəxtin gözəl versin. Yəqin ki, sözə baxmır, çox ərköyüm etdin, yoxsa anası olmaq mı çalışdın? Allah bilirsən nətər, xətirlərinə dəyəndə gedir şəkil, ikisi də qucaqlayır, ağlayır, mənim dürəyim ağrıyır. Mən Göydə Allah, yerdə səndən narın çəkin, bunlara kömək olun, başınıza dönüm. Qurban olun. Həqiqətən bu çox ağır situasiyadır. Allah kimsəyə göstərməsin. Və ana yoxdur deyə uşaqlar da artıq həm ananın yoxluğu, həm psixoloji travma, həm nənəyə ərk və bilirlər ki, nənəni bu durum məhv edir. Bəlkə bəzən də o istifadəçilik bilməm, indi balacadırlar, Narınc xanım daha çox bilər. Bununla istədiklərini etdirirlər, amma bu bir nənə üçün nə qədər böyük dərddir. Bunu təsəvvür etmək o qədər də çətin deyil. Başqa nə şikayətlərim? Heç nə elə, bilirsən, deyirəm bunu eləməyin eləyir. Deyirəm ki, bu alınmalı deyil, alır. O birisi biraz vavatdır. Neçə uşaqdılar? 2 qardaşdılar. Biri 5-də oxuyur, biri 3-də. Düzdür, saxlayırıq, nə ürəkləri istəyir, amma eləcə anaların, atalarını istəyir. Biraz yox deyən kimi qaçırlar, ana şəklini qucaqlayırlar, səni mənəvi şantaj edirlər. Ay salım, mən əslində onu demək istirdim. Narınc xanım daha doğru yanaşdı. Mənəvi şantaj. Çünki bilirsiniz, bilirlər ki, nənənin zəif yeridir. Amma yenə deyirəm, uşaqdılar, bəlkə də darıxırlar. Oğlum, nadinclik mi eləyirsən, Amin? Bəli. Niyə balam? Nə edirsən, ay Amin? Bilir özdə, bəli. Özü bəli, boynuna da alır, etiraf edir. Özü narıncı giyinib gəlib görüşüm, Amin. Narınc xalanın şərəfinə. Amin, nə nadinclik edirsən, məsələn? Əsəbləşirəm, ev vurub dağıdıram. Evi vurub dağıdırsan. Və biz burada ev tikirik, deyirik, hamımız ev tikərik, sən də deyirsən vurub dağıdıram. Niyə? Nəyə əsəblə? Bax, sən ən çox nə əsəbləşdirir? Gəl belə danışaq. Nəyi? Hə, bax, evdəsən. Hər şey yaxşıdır. Niyə əsəbləşirsən birdən-birə? Ən çox kinoya baxanda hiləgərlik eləyən şeylərə əsəbləşirəm. Kinoda hiləgərlik görəndə əsəbləşirsən. Kinodakı bir dənə uşaq zalı. Ağlama sən, ağlama. İnan ağlayır, deyir yazıqdır. Anası, o biri qardaşı ana mahnısı olanda deyir, nənə onu söndü, mən baxamıram, anam ölüb. Uşaqlara ürək verirəm. Verirəm evdə, indi burada həyəcanlanıram. Yox, bulanın yanında heç ağlamıram. Şəkili göydəydi, götürdüm, gizlədim, az qaldı, 2 qardaş özlərini öldürür ki, mənim anam gedir atasının yanaydır da, atasına deyir ki, evlənmə, bizi öz anamızı istəyirik. Biz durumlara... Elə şeyləri mənə... Bəs dərsləri nətərdir? O birisi yaxşıdır, bu zəifdir, o birisi yaxşıdır, o birisi əlaçıdır. Amin, oxumursan. Deyir, yadımda neçədə oxuyursan? 5. 5-də neçə alırsan? 3. 3. 2 istədi deyil, sonra onu biraz üstün. Hə, 2 elədi, sonra... Oxuya bilirsən bunu, bu söz nədir? Murat oxuyamam. Oxuyanmırsan. Yaxşı, eyb yox. Narınc xala sənə kömək edəcək və sən hər şeyi bacaracaqsan. Narınc xanım, adətən bu durumlar olanda biz deyirik çətindir, ağır durumdur. Amma burada ziyadə, yəni bu hadisə özü danışdı, siz özünüz bilirsiniz. Burada bizim başqa bir dəstəyə ehtiyacımız var. Başqa bir, kompleks şəkildə həm mənəvi dəstək olacaq, həm də psixoloji beyinlərinə girəcəksiniz və orada hər şeyi yerbəyer edəcəksiniz. Nələr? Bax,
Heç Şəkil köynəkdən özü fərqli danışır, deyil. beyin xəritəsi özü danışır. Köynəkdən fərqli deyil. Burada da hər şey narıncı. Bəli, buyurun. Birinci olaraq davranış pozuntusu var. Bu aşikardır. Davranışlarını idarə eləməkdə çətinlik çəkir, çünki hiperaktiv uşaqdır. Hiperaktiv uşaqlar balaca vaxtı çox təşəri olurlar, düz divara dırmaşırlar. Amma 9 yaşdan sonra bir sakitləşmə olur. O yana bu yana qaçmırlar ortalıqda. Valideyn elə bilir ki, yaxşıdır. Hiperaktivliyi düzəldir. Əslində zihinsel olaraq da beynin içərisi bax belə qarışıqdır. Görürsüz necə qarışıq şəkildədir. Diqqət dalğası çox zəifdir. Diqqət əksikliyi var. Diqqəti təsəvvür eləyin, 6 yaşda, belə 1-ci sinif uşağı səviyyəsindədir diqqəti. Əslində əqli qüsuru yoxdur, zəkada bir problemi yoxdur. Amma diqqətin verə bilmədiyinə görə dərsləri yadında qalmır, tez yorulur, bezir, tıncıxır, belə deyək də, otura bilmir stolun qabağında. Məsələn, deyəndə deyəcək, ay qarnım acıdı, gedim mənə yemək verim, ay gedim, nə bilim, hamam otağına, cəx onu, cəx bunu. Durmadan bir bəhanələr uyduracaq. Çünki diqqət əksikliğinin əsas təməli odur. Əşyaların itirir, dağınıq, məsuliyyətsiz, cırır əynin, başın, yəni belə deyək də, çox dəcəl uşaqlar olurlar, yəni baxımsız olurlar. Amma əslində bu sırf təkcə, məsələn, onun ana atası da yanında olsaydı, bu problemlərin olması çox böyük idi. Yəni bu təkcə tərbiyəvi bir şey deyil, bu onun sindromdur. Yəni bu necə Down var, autizm var, bu da bir sindromdur və bundan bu uşaq əziyyət çəkir. Bu durumda nə edirik Plus, biz? yas keçirmiş bir uşaqdır. Ana adı çəkə bilmir, şəkli görə bilmir, travması var. Bilirsinizmi, görüntü belə uşağın narahat olduğunu deyir. Anası öləndə, meyidi gətirəndə apardım, bacımgildə qoydum ki, görməsinlər, qorxarlar. İndi də deyirlər, qoymadın, açaq öpək deyirlər. Tamam kompleksi dediyimiz tamamlanmamış situasiyalar var. Mütləq yası əslində uşaqlar da, böyüklər də keçirməlidir. Biz bəzən səhv bilirik, o periodlarda uşaqları uzaq tuturuq. O zaman uşaqlar sağollaşa bilmirlər sevdikləri ilə. Sonra da daim Onu da işdə qalır. Bəli, yarımçıqlıq. Nə edəcəyik bu durumda? Nələr edəcəyik? Birinci olaraq neyrofeedback aparatı ilə mütləq diqqət dalğasını, bəli, bəli. Diqqət dalğasını başlayacaq qaldırmağa, qaldırırıq. Plus psixoloqla travmaların işləyirik, davranışların işləyirik. Müsbət nəyi sevdim, nənə əlindən gələni eləyir. Nənə öz dəsinin səhhətində çox problemlər var. Heç o yazıq heç özünə növbə gəlmədi. O unudub artıq, tamam. Elədir. Tamam. Fikirdə qaranlıq yerə girirəm. Panik atak, həyəcan, təşviş pozuntusu var. Mənim sizdən bugün xüsusi ricam var. Balam o bir qardaşını da pozur. Bunu düzəldim inşallah. Nənənin panik atakla bağlı. Çünki biz deyirik ki, adınız necə oldu? Kəklik xanım. Narınc xanım, əlavə xahişim var sizdən. Çünki biz həmişə sizin haqqınızda oxuyanda qəbullar haqqında deyirik ki, yaş məhdudiyyəti yoxdur. Paralelində nənəyə də bir yardım edək. O panik ataklar aradan qalsın. Ailecə sizi müalicəyə götürəcək. Mən ona görə Narınc psixologiya mərkəzlərinə təşəkkür edirəm. Çünki mən onlara ərk edirəm. Nəvəni verəndə nənəni də yanında sizə əmanət edirəm. Nə qədər sonra geri verirsən? Sənin o balaların elə xeyrin görəsin. İlahi amin cümləmiz. Allah göydə, Allah yerdə siz əmanəti bu uşaqları yaxşı. Narahat olmayın. Siz elə belə yerə əmanət olunmursunuz. Mən Narınc xanıma bu sahənin öndə gedəni kimi baxıram. Psixologiya sayəsində. Çox tez hətta. 20-25 günlük terapiya yazmışam. Mayın axırı buradayıq inşallah. Gözəl üzü gülər üzlə gələcəksiniz inşallah. Bunu da yaxşılaşdırıb gətirəcək. İnşallah. Çox sağ olun. Təşəkkür edirəm. Özünə yaxşı bax. Bunu saxlayın. Mən ona görə həmişə deyirəm ki, biz dostlarımızla daha güclüyük, biz dostlarımızla birlikdə hərəkət edərkən daha uğurlu oluruq və bu